yapmadım. Hiç kime fikir vermirəm, yok dostlar. İpucu bildiler, orada da söylediler məsəl üçün, eyb yok. Sağ olsun, mən gizli saxlı bizim heç nəyimizdə yoktur. Kızlarım var, çok yaxşı kızlarım var. Ne kadar saftı kızım. Salam. Ceylan sənə baxırdı, qaralmışdı. Halit. Haralda da... Bana atın geçsin. Kimi? Hiç yazır. Kimi? Neyime yazır ki siz bizi oradan üz gönderdiniz. Halit Ergenç, hə, odur. Onu oxşuyub toçuna. Halit Akçatepe. Esmira xala haycan. Toy dedim də dostlar. Allah qoysa aprelin 21-i. Ad günüm günüdür. Oğul qızı da ağ eləmədi. Oğul qız olmayacaq. Şəklini qoyun, baxaq. Şəklini necə qoyun mən şəklini? Onunla bir yerdə mənim şəklim hələ yoxdur. Tez, indidən durum şəkil çəkdireyim. Esxalay bunu yaraşdırmarıq. Allah səni xoşbaxt eləsin. Sağ ol, Abba. Çox sağ olun. Bilmək olmaz. Zülfiyə xanım əla yazır. Sağ ol, ay Zülfiyə xanım. Allah razı olsun. Eyşə can. Hay can, Sevda Haşimova. Necəsən canım mənim? Yaxşı olun. Dostlar, yenə də deyirəm sizə, mən heç saxlı gizli heç nəyimdə yoxdur. Məsələn, neçə vaxt bu söhbət gedirdi, sözün doğrusu. Yəni, indi mənim ad günüm ərəfəsində, yəni açıldı bu söhbət. İndi inşallah Allah qoysa yaxşı olar. Niyə də olmasın? Biz də insanıq. İndiyə qədər qayğılarla yaşadım, dərdlə, sərlə, həyatın bütün yüklərini çiyinlərimdə gəzdirdim. O da olsun, bu da olsun. Balalarım üçün hər şey oldurdum, hər şeyi də. Nətər deyim, nə lazımdırsa. İndi daha fikirləşirəm ki, mən də istəyirəm ki, yaşlanmışam, bir qulaq yoldaşı, ondan sonra bir, nə bilim də, insan şərt o deyil ki, kim nəsə gedib, nəsə. Amma adam istəyir ki, bir arxası olsun yanında, bir sözünü deməyə bir sirdaşı olsun yanında. Nəyi pisdir ki bunun? Ayşə yazıb, ayıbdır valla. Niyə Ayşə? Əlbəttə Leyla yazır. Valla mən heç vaxt pis baxmamışam belə şeylərə, yəni ki. Amma